Əlimdə çoxlu videolar var. Reanimasiyadan çəkib göndəriblər, mavi şəkildə var. Medsestralar, xəstə baxıcıları. Hər gün. Yəni gizli çəkib göndəriblər. Bəli, məndən pul istəyiblər ki, pul at, çəkin göndərin. Necə yəni pul at? Yəni kart göndəriblər, kart nömrəsi veriblər. Yeməyi vermək üçün pul vermişəm, çıxartıblar xəstənin yanına. Yoxsa çıxartmırlar? Yox. Yoldaşımın üçün verən axşam xəstə baxıcısı medsestra məndən zəng eləyib, pul tələb eləyir ki, gəl liftə, mənə pul gətir. Bu axşam mən baxacağam yoldaşına. Birimiz sanitarka, birimiz medsestra. Amma yoldaşım həmən vaxt ölmüşdü, 3 axşam idi. Mən də dedim ki, bu gün mənim yoldaşımın 3 mərasimidir. Heç utanmırsan, 3 gün bastırmış mənim yoldaşım. Utanmırsan, heç ayıq deyil. Mən Əmrəli doktora 501, 201, 101, 101 belə pul vermişəm. Şöhrət doktora da vermişəm, 201 vermişəm, 101 vermişəm, 50-50 vermişəm. Əmrəli doktora 50 manat gəldi, dedi yoldaşınız əlini tərpədir, gözünü açır. Sevindiyimdən 50 manat verdim. Mənə dedi ki, götür pulunu, 50 manatına yara sağalmır, iş düzəlmir. Özüm də kirayədə qalıram. 3 dənə uşağım var, ikisi tələbədir, biri məktəblidir. Dolanışığım çətindir, mənə da kimlənsə borc alıb aparıb verirdim. Hər gün xəstə baxıcılarının, medsestraların kartlarını pul atmışam. Özləri kart atır ki, məcburən bu səs, kifayət qədər səsləri də var, mesajlar da var, məndən pul tələb eləyirlər. Xəstənizə baxırıq, xəstənizə üzr istəyirəm altına, üstünə baxırıq, xəstədə və heç tərpəniş yox idi, yalandan deyirlər. Hamısına kifayət qədər əlimdə faktlar var, əlbəli verdiyim pullar da var, kartlarına batmışam. Verdiyim pulları geri qaytarsınlar. Keçən həftənin 5-ci günü getmişəm xəstəxanaya, Semaşa xəstəxanasına. Hüseyin Məsumova həkimlərindən, medsestralarından, xəstə baxıcılarından və özümdən şikayətçi olduğumu şikayət eləyəcəyimi dedim. Dedi ki, hara şikayət eləyirsən elə. Nə üçün şikayətçi sanılmadın? Xəstəmizə baxmadıqları üçün. Bizdən sığorta ödənilən halda bizdən də pul aldıqları üçün. Xəstəmizə doğru diaqnoz qoymuyor. Başqa şeylər danışdıqları üçün yaxşıdır, əli tərpədir, qolunu tərpədir deyib. Məni sevindir, bizdən pul alırdılar. Yaxşı etsə bəs niyə öldü? Tələbiniz nədir indi sizin? Tələbim mənə dəyən maddi və mənəvi ziyan ödənilməsi və 3 dənə körpə uşaq saxlayıram, tələbə saxlayıram. Onları saxlayan bir dənə yoldaşım idi işləyən, indi işləyənim yoxdur. Mən üzümü tuturam ölkə başçısına və xanımdan, xahiş eləyirəm, mənim işimə hüquqi tərəfdən kömək eləsinlər, xahiş eləyirəm, məni tək qoymasınlar. Hüquq mühafizə orqanlarından xahiş eləyirəm, xəstəxananın müşahidə kameralarından görüntülər istəyirəm onlardan. Görün bu 38 gün ərzində mənim apardığım bu yonu, soku, nə bilim, kokteyli, qanı, plazmanı yoldaşıma köçürdüblər, veriblər, yoxsa yox, xahiş eləyirəm. 70 nəfərə yaxın adam qan veribdir. Bilmək istəyirəm, görün bu qanlar hara gedibdir. Plazmalar, qanlar vurublar yoldaşıma, yoxsa yox. Sizdən də çox xahiş eləyirəm ki, mənim bu məsələmi ictimailəşdirəsin.